Hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə 6 aprel 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş 10-cu sinif buraxılış imtahanından riyaziyyat suallarının icazətini verəcəm. Kanala abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Onlayn və eyni şəkildə hazırlar üçün 055 298 26 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq ilk sualdan. C nöqtəsi ABC düzbucaqlı üçbucağın medianların kəsişmə nöqtəsidir. AC 5 və AB 10 olarsa, AC tərəfinin uzunluğunu tapın. Biz bilirik ki, medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. A təpəsindən çəkilən medianın BC tərəflə kəsişmə nöqtəsinə Y desəm və medianların kəsişmə nöqtəsindəki olan xassəyə görə yaza bilərik ki, AC bölünsün CY bərabərdir 2-nin 1-ə nisbəti. AC 5-dir. 5-in CY nisbəti bərabərdir 2-nin 1-ə nisbəti. Buradan alınır ki, CY bərabərdir 5-in 2-ə nisbəti. Yəni 2,5. Deməli, AY medianı olacaq. AY medianı olacaq. 5 ilə 2,5-in cəmi. Yəni 7,5. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Deməli, hipotenuz BC bərabərdir 2 vurulsun AY. 2 vurulsun 7,5. Bu da olacaq 15. Deməli, BC tərəfi tapdıq 15. Bizdən AC tərəfi soruşur. Bu da x deyək. İndi isə Pifaqor teoremi tətbiq eləsək, katetlərin kvadratları cəmi x kvadrat sayılır 10-un kvadratı bərabərdir hipotenuzun kvadratı, yəni 15-in kvadratı. X kvadratı üstə gəlir 100 bərabərdir 225-ə. X kvadrat bərabərdir 225-dən 100 çıxanda 125. X bərabərdir kök altında 125. 125-də yazıram 25 vur 5 şəklində. 25-dən 5 çıxacaq. 5 kökdə 5. Doğru cavabımız burada D variantı, yəni 5 kökdə 5-ə bərabərdir. 32-ci sual. 5 çıxılsın 2 kosinus ifadəsinin ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Biz bilirik ki, kosinus x-in maksimum qiyməti 1-dir, minimum qiyməti isə mənfi 1-dir. İndi baxırıq, kosinus x-in əmsalı mənfi 2-dir. Hər tərəfi mənfi 2-yə vursam, alınacaq mənfi 2, kiçik bərabər mənfi 2 kosinus x, o da kiçik bərabər 2 alınacaq. Yəni, işarə dəyişir, yenə eyni şey alınır bu şəkildə. İndi isə hər tərəfin üzərinə 5 əlavə etsəm, deməli, mənfi 2 plus 5, kiçik bərabər 5 çıx 2 kosinus x, o da kiçik bərabər olacaq 2 plus 5. Burada alınır 3, kiçik bərabər 5 çıx 2 kosinus x, o da kiçik bərabər neçə? 7. İndi deyir ki, ən böyük və ən kiçik qiymətlərin cəmi. Ən böyük qiymət 7-dir. Üstə gəl, ən kiçik qiymət də 3-dür. Cavab olacaq 10. Doğru cavab burada D variantı. 33-cü sual. A nöqtəsi OY oxundan 3, OX oxundan 4 vaid məsafədə yerləşir və koordinatların hasili mənfidir. A nöqtəsinin koordinatları aşağıdakilərin hansı ola bilər? Düzbucaqlı koordinat sistemi çəkirəm. Düzbucaqlı koordinat sistemi. İndi koordinatların hasili deyir mənfidir. Koordinatların hasili mənfi olduğu üçün deməli A nöqtəsi ikinci rübdə ola bilər. Yəni A nöqtəsi ikinci rübdə ola bilər. Bir də A nöqtəsi dördüncü rübdə ola bilər. İndi A nöqtəsi OY oxundan 3 vaid. 3 vaid məsafə. A nöqtəsi olsun bura. Bura 20-dir. Buradan bura olan məsafə, bu məsafəni verib 3 vaid. Bura 3-dür. X oxundan olan məsafə isə 4 vaiddir. Bura 4 vaid. 4 vaid. Deməli, bura nə görünür? Bura 3-dürsə, bu hissədə olacaq 3. Bu hissədə 3. Bura 4-dürsə, bu hissədə olacaq 4. Deməli, A nöqtəsinin koordinatları ikinci rübdədirsə,
olacaq -3, 4. Bunu qeyd elədim. İndi keçir 4-cü rübə. Deməli 4-cü rübdə olsa bu koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtə olacaq. Buradakı A nöqtəsi koordinatları olacaq isə 3 - 4. 3 - 4. Deməli 3 - 4 - 3 4 ola bilər. -3 4 verir. Cavab nədir? B variantı. -3 4 verilib. 34-cü sual. X kvadrat üstəgəl 6x üstəgəl 3 bərabər 0 kvadrat təminin kökləri x1 və x2 olarsa x2 bölünsün x1 üstəgəl x1 bölü x2 ifadəsinin qiymətini tapın. Burada nəyə baxacağıq? Burada baxırıq tənlinmiş, çevrilmiş kvadrat tənlinlikdir. Çevrilmiş kvadrat tənlinin kökləri cəmi bərabərdir. İkinci həddin əmsalı əksi, yəni -6. Kökləri hasil isə sərbəst həddə, yəni 3-ə bərabərdir. Bizdən soruşur, verilən ifadənin qiyməti. Orta məxrəc x1 x2-dir. x1 x2-nin hasilidir. Birinci kəsiri məxrəcinə bölsəm x2 qalır. Çötər vursam x2-nin kvadratı. Üstəgəl ikinci kəsiri məxrəcinə bölsəm x1 qalır. Çötər vursam x1-in kvadratı. İndi mənə lazımdır x2 ilə x1-in kvadratları cəmi. Bunu belə yazırıq. x1 ilə x2-nin cəminin kvadratı çıx hasillərin 2 misli. Bu da bərabərdir. Cəmləri -6. -6-nın kvadratı çıx 2 vur hasilləri də 3. 36 çıx 6 cavab olacaq 30. Kvadratlar cəmi 30'dur. 30 yazdım yuxarıda. Hasil də 3'dür. Böl 3. Cavab olacaq 10. Yəni doğru cavab burada Y variantı 10'a bərabərdir. Növbəti sualımız 35-ci sual. A-nı verir mənfi sonsuzluqdan -2-yə və B-ni də verir -3 müsbət sonsuzluq çolları üçün A birləşir B-ni müəyyən edin. Deməli, burada nə edəcəyik? A-nı verir mənfi sonsuzluqdan -2-yə. -2. Bu A-dır. Bu A. B-ni də verir -3-dən müsbət sonsuzluğa. -3 buradadır. Və -3 boşluq içindədir burada. -3. -3'dən müsbət sonsuzluğa. Bu da B-dir. İkisinin birləşməsini soruşur. Birləşməsini soruşur deyə buranı görür, açıq aydın görür ki, ikisinin birləşməsi olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq. Kəsişmə olsaydı -3 açıq, -2 qapalı, yəni bu interval olacaqdı. Birləşmə soruşduğu üçün yəni hamısı alınır. Mənfi sonsuzluq, müsbət sonsuzluq. 36-cı sual. Sual belədir. A, B və C natural ədədləri üçün A-nın B-yə nisbəti bərabərdir 3-ün 2-yə nisbəti. B-nin C-yə nisbəti bərabərdir 3-ün 4-ə nisbəti. Olarsa A plus B plus C cəminin ən kiçik qiyməti tapın. Burada nəyə baxırıq? Hər iki tənasibdə eyni olan B-dir. B. B-nin qarşısı burada 2-dir, burada 3-dür. Eyniləşdirmək lazımdır. 2-nin 3-ün əkibi 6. Deməli, birinci kəsir məxrəcin 6 olması üçün sürəti də məxrəcə 3'ə vurmam lazım. 6 da 9. İkinci kəsirin isə sürəti 6 olması lazım. Sürətin 6 olması üçün sürəti də məxrəcə 2'ə vurmaq lazımdır. 6 bölü 8. Deməli, A-mız 9K'dır, B-miz 6K'dır, C-miz də 8K'dır. A üstəgəl B, üstəgəl C bərabərdir. 9K, üstəgəl 6K, üstəgəl 8K. Bu da bərabərdir. 23K. Ən kiçik qiymət soruşduğu üçün K-nın yerinə 1 yazacağıq. A plus B plus C olacaq 23. Yəni doğru cavabımız olacaq B variantı. Yəni cavab 23'ə bərabərdir. Növbəti sual 37-ci sual. Şəkildəki ABC kvadratında kosinus alfa bərabərdir 3 bölü kökdə 10 olarsa tangens betanı tapın deyir. Tangens betanı soruşur bizdən. Yəni kosinus alfa 3'ün kökdə 10'a nisbətidir. Kosinus nə deməkdir? Bitişik katet bölü hipotenus. Yəni 3 böl kökdə 10. Bunu bildik. Kvadrat olduğu için burada 3'dür. Burada 3'dür. Və burada 3'dür. Bura x deyirəm. X kvadrat üstəgəl 3'ün kvadratı bərabər kökdə 10'un kvadratı. Pifagor teoremi.
X kvadrat plus 9 bərabərdir 10-a. X kvadrat bərabərdir 1-ə. X1. X1'dir. B'ye 1'dirsə deməli A'ya olacaq 2. Bizdən soruşur tangens beta. Düzbucaqlı üçbucağında tangens nə deməkdir? Bucağın qarşısındakı katet bölünsün bitişik katet. Beta'nın qarşısı 2'dir, bitişi də 3'dür. 2'nin 3'ə nisbəti, yəni cavab burada olacaq C variantı. Doğru cavab C'dir. 38. Daxilinə çevrə çəkilmiş trapesiyanın oturacaqları 8 və 16-dır. Trapesiyanın perimetrini tapın. Ümumiyyətlə, 4 bucağın daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabərdir. Oturacaqlar cəmi 8 və 16-dırsa, deməli, yan tərəflərə C və D desək, yan tərəflərində cəmi olacaq 8 və 16-nın cəmi 24. Oturacaqların cəmi də 8 və 16-nın cəmi 24'dür. Perimetri də bərabərdir. 24 plus 24 48. Doğru cavab C variantı. 39. İfadəsini sağlaşdırın. Birinci kəsin söhbət məxrəcini məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni köşdə 3'ü vurmaq lazımdır. Köşdə 3 plus 1'ə. Bölünsün eyni qaydada köşdə 3 çıx 1, köşdə 3 plus 1. Üstə gəl. İkinci kəsirdə köşdə 3 vurulsun köşdə 3 çıx 1, bölünsün köşdə 3 plus 1, köşdə 3 minus 1. İndi isə burada hesablayaq. Köşdə 3 plus 1 vurulsun köşdə 3 plus 1, üzrsən minus 1. Bərabərdir. Bu bizə verir köşdə 3'ün kvadratı çıx 1'in kvadratı. Yəni 3 çıx 1 cavab olacaq 2. Deməli, hər iki kəsrin məxrəci 2'dir. Məxrəci 2. Yine sürətdə birinci kəsin sürətini alınır. Köşdə 3 vur köşdə 3 plus köşdə 3 bölünsün 2 üstə gəl. İkinci kəsin sürəti. Köşdə 3 vur köşdə 3 çıx köşdə 3. Köşdə 3 ilə köşdə 3'ün arasında 3'dür. Eyni zamanda burada 3'dür. Və məxrəclər eyni olduğu üçün məxrəc yerində qalır. Sürətləri toplamaq lazımdır. 3 plus köşdə 3 üstə gəl 3 minus köşdə 3. Köşdə 3'lər islah olunur. 3'dən 3'ün cəmi 6 böl 2. Nəticə olacaq 3. Yəni doğru cavab burada A variantı. 40-cı sual. Çənin dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdur. Çənin boş qalan hissəsi onun ümumi həcminin hansı hissəsini təşkil edir? Baxın, dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdur. Yəni boş olan hissəyə mən x desəm, dolu hissə olacaq 4x və çən özü olacaq 5x. Yəni bunların cəmi. Çənin boş qalan hissəsi onun ümumi həcminin hansı hissəsini təşkil edir? X böl 5x. X-ə gedir 5'lə 1 hissə edir. Bu da 0,2 hissə. Yəni doğru cavab olacaq B variantı. 0,2 hissəsini təşkil edir. 41-ci sual. Köşdə 5 və mənfi köşdə 5 ədədlərin kəsr hissələrin cəmini tapın. Biz bilirik ki, köşdə 5'in tam hissəsi 2'dir. Çünki 4 ilə 9 arasında yerləşdiyi üçün 5. 4'dən kök 2 çıxır, 9'dan da 3 çıxır. Deməli, köşdə 5 2 ilə 3 arasında yerləşən bir ədəddir. Ona görə onun tam hissəsi 2'dir. Kəsr hissəsini tapmaq üçün kəsr hissəsi bərabərdir. Ədədin özü köşdə 5'dən çıxmadan onun tam hissəsi çıx 2. Yəni, köşdə 5 2 ilə 3 arasında yerləşir. Köşdə 5 2 ilə 3 arasında yerləşir. Mənfi köşdə 5 isə yerləşəcək mənfi 3 ilə mənfi 2 arasında. Buna görə də bunun tam hissəsi olacaq mənfi 3. Kəsr hissəsi isə mənfi köşdə 5'in kəsr hissəsi bərabərdir. Mənfi köşdə 5 çıxılsın onun tam hissəsi mənfi 3. Bu da bərabərdir. Mənfi köşdə 5 plus 3. İndi bizdən soruşur kəsrlərin cəmi. Yəni bununla bunun cəmini soruşur bizdən. Bunları toplamaq lazımdır. Köşdə 5 çıx 2 üstə gəl mənfi köşdə 5 plus 3. Köşdə 5'lər burada islah olunacaq və cavab qalacaq mənfi 2 ilə 3'ün cəmi 1. Doğru cavab burada nədir? Y variantı 1'ə bərabərdir.
Kesin 42-ci suala. Sinus 30 dərəcə plus alfa vur kosinus alfa çıx sinus alfa vur kosinus 30 dərəcə plus alfa ifadəsini sadələşdirin. Bu bizə verir sinus alfa çıx beta'nın açılışı. Yəni sinus 30 dərəcə plus alfa çıx alfanın açılışı verir. Alfalar islah olunur. Qalır sinus 30 dərəcə. Sinus 30-da 2'də 1 deməkdir. Doğru cavab C variantı. 43-cü sual. İfadəsinin qiymətini tapın. Birinci kəsinin söhbə məxrəcini 100'ə vursam alınır 70 bölünsün 7. İkinci kəsinin söhbə məxrəcini 100'ə vursam 8 böl 80. Üçüncü kəsinin söhbə məxrəcini 100'ə vursam daha doğrusu 10'a vursam 9 böl 90. 70'i 7'ye böləndə bizə verir 10. 8'e ixtisar olunur 10'da 1. 9'a ixtisar olunur 10'da 1. 10'da 1. Bunlar da islah olunacaq. Cavab qalacaq 10. Doğru cavab nədir? Burada B variantı. 44. ABC üçbucağında EM'nin orta xətt, MB'nin sahəsi 8 olarsa, AMC'nin sahəsini tapın. Baxın, MB orta xəttdir. Daha doğrusu M'in orta xəttir. Eyni zamanda burada da BN ilə NC bərabərdir. Ümumiyyətlə qısaca deyək, orta xətt üçbucağın sahəsini 1'in 3'ə nisbətlə bölür. Yəni bura S isə bura olur 3S. 3S. MBN'i verib 8. AMNC'ni soruşur. O da 3S. 3 dəfə 8, 24. Rahatdır, oşaladan çıxır bunu. 45-ci sual. M və N çox hədlərin dərəcələri uyğun olaraq 2A plus 3 və 3A plus 1'ə bərabərdir. M'in kvadrat çox hədəsinin dərəcəsi 37 olarsa an tapın. Deməli, N'in dərəcəsi 3A plus 1'dirsə, N kvadratın dərəcəsi olacaq 6A plus 2. Bu N kvadratın dərəcəsidir. M'in dərəcəsi də məlum. 2A plus 3'dür. İndi bu ikisinin A'sının dərəcəsi olacaq. Bunların cəmi. Bunların cəmi olacaq. 6A üstəgəl 2. 2A üstəgəl 3. Bərabərdir 37. 8A bərabərdir 37 çıx 5. 8A bərabərdir 32'yə. A alınır 4. Deməli A 4'ə bərabərdir. 46-cı sual. Bərabərsizin tam hədlərinin cəmini tapın. İntervallar üsulla yazacağıq bunu. Deməli, sürətin kökü -3 və doludur. Çünki qeyri-ciddi bərabərsizlikdir. Məxrəcin kökü 7'dir. Məxrəcdə olduğu üçün boşluq içindədir. 7. Ədəd oxu bölündü 3 hissəyə. 7'nin sağında 8 seçsəm, x yerine 8 yazsam, hər ikisi müsbət. Sürətlə məxrəcdən müsbət, bura müsbət. -3 ilə 7 arasında x yerine 0 seçsəm, x yerine 0 qoyanda sürət müsbət, məxrəc mənfi, nəticə mənfi. -3'ün solunda x'in yerine -5 qoysam, həm sürət, həm məxrəc mənfi. Nisbət olacaq müsbət. Bizə mənfi lazımdır. Çünki ikisi bərabər 0. Cavabımız -3, 7. Tam hədlərin cəmi. Tam hədlərin cəmini yazaq. -3, üstəgəl -2, üstəgəl -1, üstəgəl 0, 1, 2, 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 6. Yəni tam hədlər bunlardır. Bunlar bir-birini sıfıra aparacaq və nəticə qalacaq bunların cəmi. Bu da eləyəcək 15. Yəni doğru cavab burada 15'ə bərabərdir. 47-ci sual. Və sual belədir. İlkin həddinin cəmi SN bərabərdir. 2N kvadrat çıx N düsturu ilə hesablanan ədədi sistənin fərqini tapın. Biz bilirik ki, ardıcılıqda S1 həmişə A1'ə bərabərdir. Ona görə yazırıq A1 bərabərdir S1. N yerine 1 yazanda 2 vur 1'in kvadratı çıx 1. N yerine 1 yazdıq. 2 çıx 1 bərabər nəyə? 1'ə. A1 1'dir. Və S2 isə bərabərdir. A1'in A2'nin cəmi. A1 1'dir. 1 üstəgəl A2 bərabərdir. S2. N yerine 2 yazsaq burada. 2 vur 2'nin kvadratı çıx 2. 2 vur 2'nin kvadratı çıx 2. 1 üstəgəl A2 bərabərdir. 8 çıx 2. 1 üstəgəl A2 bərabərdir 6'ya. A2 5'dir.
A2 5. 50 sistədir. A1 1 idi. A2 də 5'dir. Sistə fərqi. Sistə fərqi D bərabərdir. A2'nin A1'in fərqi. 5'dən 1'in fərqi cavab olacaq 4. Deməli, sistə fərqi 4'ə bərabərdir. 48. Şəkildə verilmiş A və B mərkəzli çevrələr D nöqtəsinə bir-birinə xaricdən toxunur. AB 7 cm olarsa, alınan fiqurun perimetri neçə santimetrdir? Pini 3 qeyd edin. Alınan fiqurun perimetri. AB 7. Deməli, alınan fiqurun perimetri bu iki dənə çevrənin uzunları cəminə bərabərdir. Uzunları cəminə. İndi baxaq. Burada nə olacaq? Deməli, bura mən R deyirəm. Burada, daha doğrusu, bura böyük R deyək. Bura kiçik R deyək. Kiçik R. İndi baxın. Böyük radiuslu çevrənin uzunluğu olacaq 2 pi R. Kiçik radiuslu çevrənin uzunluğu olacaq 2 pi kiçik R. 2 pi ortaq vuruldu. R plus R alınır. Bu da bərabərdir. 2 vurulsun pini 3 verib. R plus R də 7'dir. AB'dir 7'dir. Cavab olacaq neçə? 42. Deməli, fiqurun perimetri 42 santimetrdir. 49. Qutuda 25 ədəd ağ və qırmızı şar var. Təsadüfi çıxarılmış bir şarın qırmızı olması ehtimalı ağ olması ehtimalından 5'də 1 qədər çoxdur. Qutuda neçə ağ şar var? Deməli, ağ şarların sayına x deyirəm. Qırmızı olacaq 25 çıx x. Yəni, bir şarın qırmızı olması ehtimalı. Qırmızı olma ehtimalı 25 çıx x'in 25'ə nisbətidir. Ağ olma ehtimalı isə x'in 25'ə nisbətidir. İndir ki, qırmızı olması ehtimalı ağ olması ehtimalından 5'də 1 qədər çoxdur. Yəni, bunun üzərinə mən 5'də 1 gəlsəm, nəyə verəcək? Qırmızı olma ehtimalını verəcək. Hər birini 25'ə vursam, 25 çıx x bərabərdir x üstə gəl 5 alınacaq. 25 çıx 5 bərabərdir 2x-ə. 20 bərabərdir 2x-ə. X bərabərdir neçə? x10. x10. Neçə ağ şar var? 10 dənə ağ şar var. Doğru cavab burada 10'a bərabərdir. Keçək növbəti 50-ci suala və sual belədir. Fx funksiyaları mənfi 2, 3 nöqtəsində kəsişirlər. Cx funksiyasının ox oxu ilə kəsişmə nöqtəsinin apsisini tapın. Deməli, bu iki funksiya mənfi 2, 3 nöqtəsində kəsişirlər. Mənfi 2, 3. Birincisi x-dir, ikincisi y-dir. Yenə yazıram. 3 bərabərdir. Mənfi 2 yazsa burada 2 çıxa vur. Mənfi 2 plus b. 3 bərabərdir. Alır mənfi 4 plus 2a plus b. Bunu bildik. Gətirib digər funksiya yerinə yazsaq. X mənfi 2, y də 3. Yazırıq 3 bərabərdir. Yəni cx 3'dür. X də mənfi 2. Mənfi 2a plus b plus 2. Burada alınır ki, buradan alınır. Mənfi 2a plus b bərabərdir nəyə? 1'ə. Burada isə alınır ki, 2a plus b 2a plus b bərabərdir 7'yə. 2a plus b 7'dir. Burada isə mənfi 2a plus b isə 1 idi. Gətirib yenə yazıram. Mənfi 2a plus b bərabərdir 1. Tərəf-tərəf toplasam 2a'lar islah olunacaq. 2b bərabərdir nəyə? 8'ə. B bərabər nəyə? 4. Ben 4 tapdıq. İndi ki, cx funksiyasının ox oxu ilə kəsişmə yeri. Ox oxu ilə kəsişmə yerini soruşur. Yəni, ox oxunu harada kəsir? Ox oxunu. İndi B4'dür. B4 isə ana tapmaq, ondan sonra baxaq. B4'dürsə, elə burada beni yenə 4 yazsaq, 2a plus 4 bərabərdir 7'yə, 2a bərabərdir 3'ə, a 1,5. İndi ox oxu ilə kəsişirsə, deməli, ordinatı 0 olacaq. Alınacaq ax plus b plus 2 bərabərdir 0. A'mız 1,5. 1,5x. B'miz 4 plus 2 bərabərdir 0. 1,5x bərabərdir mənfi 6'ya. X bərabərdir
mənfi 6-nı 1 onda 5-ə bölsək mənfi 4. Deməli mənfi 4. Deməli apsis xora kəsişmə nöqtəsinin apsisi mənfi 4-ə bərabərdir. Doğru cavab burada mənfi 4-dür. 51. İki oxşar fiqurdan birinin sahəsi digərinin sahəsindən 9 dəfə çoxdur. Deməli, oxşarlıq əmsalı k kvadrat bərabər 9-dur. K olur 3. Oxşarlıq əmsalı olur 3. Bu fiqurların perimetrləri cəmi 360-dır. Perimetrləri cəmi 360-dır və oxşarlıq əmsalı 3-dür. Deməli, birinin perimetrinin digərinin perimetrinin nisbəti 3-ə bərabərdir. Yalnız sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Deməli, P1 bərabərdir 3P2. P1 ilə P2-nin cəmini də verib 360. Bunu bildik. P1-in yerinə burada 3P2 yazsam 4P2 alınacaq. Bərabər 360-a. P2 bərabər 90. P2 90-dır. Bunu tapdıq. P2 olur 90. İndi keçək növbəti. Yəni az olanı soruşur, o da 90-dır. 52-ci sual. Qayıq A və B körpüləri arasındakı məsafəni çayın axını ilə 2 saata, axına qarşı isə 3 saata qət edir. Çayın axın sürəti 4 km/saat olarsa, körpülər arasındakı məsafəni və qayığın durğun sürətini tapın. Deməli, məsafə A, B məsafəsi. Bura deyirəm X. İndi deyir ki, A və B körpüləri arasındakı məsafəni çayın axını ilə 2 saata, axına qarşı da 3 saata qət edir. Çayın axın sürəti 4-dür. Deməli, indi qayığın sürətinə deyirəm V qayıq bərabərdir X. İndi axın ilə gələndə V axın istiqamətdə sürət olacaq. Qayığın sürəti X, çayın sürəti 4. Axını əks olacaq. Qayığın sürətindən çıxmalıyıq çayın sürətinə. X çıx 4. Mən bu X-i sileyim burada. Bura X demişəm. Sileyim bura. Bura sileyim, bura Y deyək. Məsafə Y deyək. İndi deyir ki, bizə deyir ki burada. Deməli, axına qarşı 2-3 saata gedir. Axın istiqaməti isə 2 saata gedir. AB məsafəsi Y bərabərdir. Baxın, yenə deyirəm, axın ilə 2 saata gedir. Axın ilə getdiyi zamanı sürətə vuracam. 2 vurulsun X plus 4. Axına qarşı isə 3 saata. 3 vurulsun axına qarşı sürətdə X çıx 4-dür. Bu məsafələr bərabərdir. 2X plus 8 bərabərdir 3X çıx 12-yə. 8 üstəgəl 12 bərabərdir 3X çıx 2X-ə. 20 bərabərdir X. X 20-dir. Deməli, qayığın durğun sürəti nədir? 20-dir. Qayığın durğun sürəti 20. Bunu tapdıq. İndi bizdən məsafəni soruşur. Məsafə də Y-dir. Y bərabərdir 2 vurulsun 20 plus 4. 2 vurulsun 24. Bu da bərabərdir 48. Deməli, məsafə 48-ə bərabərdir. Növbəti 53-cü sual və sual belədir. Daxili bucaqların cəmi 1620 dərəcə olan düzgün çoxbucaqlının diagonalların sayını tapın. Deməli, diagonal sayısı n vurulsun n çıx 3 böl 2 ilə hesablanır. N tərəflərin sayıdır. Daxili bucaqların cəmi isə n çıx 2 vur 180-dir. Bu da bərabərdir 1620 dərəcə. N çıx 2 bərabərdir. N çıx 2 bərabərdir. 1620-ni 18-ə bölsəm 9 düşəcək. N alınır 11. N 11-dir. Tərəf sayı 11-dir. Diagonal sayını soruşur. Diagonal sayı 11 vurulsun 11 çıx 3 böl 2. 11 vur 8-in yarısı. Bu da olacaq 44. Demək, diagonal sayısı 44-ə bərabərdir. 54-cü sual. Satıcı 25% gəlirlə satdığı soyuducuya 210 manat endirim etdikdə alış qiymətinə görə 10% ziyan edir. Alış qiymətinə görə 10% ziyan edir. Satıcı soyuducu neçə manata almışdır? Alış qiymətinə deyirəm X. X manat. X manat alış qiyməti olsun. Bu alış. 20% gəlirlə. 20% gəlirlə deməkdir ki, alışın 125%.
Bu da olacaq 1 times 25x. Bu da satışdır. İndiki satdığı soyuducuya 210 manat endirim edir. Yəni 1 times 25x çıx 210 manata satır. Və alış qiymətə görə 10% ziyan edir. Yəni x-ə görə 10% ziyan. Yəni bu bərabərdir x-in 90%. X vur 90 böl 100. İndi burada hər tərəfi 100-ə vursam 125x çıx 21 3 dənə 0 bərabər 100-ə vuranda 90x. Buradan alınır 35x bərabərdir 21.000-ə. X bərabərdir 600 alınır. X 600'dür. X 600 alınır. İndi satıcı soyuducunun neçə manata almışdır? Yəni 600 manata alıb. $55. ABC düz bucaqlı üç bucağında B'ye tənbələni. AC tərəfini A'ya 3 cm, YC 5 cm uzunluqda parçalara ayırır. B'ye tənbələnin uzunluğunu tapın. Tənbələn olduğu üçün biz yaza bilərik ki, AB'nin BC'yə nisbəti bərabərdir AY'nin CY'yə nisbəti. C'yə nisbəti. Bu da bərabərdir 3'ün 5'ə nisbəti. Deməli, bura 3K'dır. Bura 5K'dır. Burada 5K. Pifagor teoremi tətbiq etsək, 3K'nın kvadratı üstə gəl 8'in kvadratı bərabərdir 5K'nın kvadratı. 9K kvadrat üstə gəl 64 bərabərdir 25K kvadratı. Buradan çıxır ki 16K kvadrat bərabərdir 64'ə. K kvadrat bərabərdir 4'ə. K alınır 2. K'nı tapdıq 2. K 2 isə AB olacaq neçə? 6. Burada y deyirəm. İndi AB'ye düzbucaqlı üçbucaqlı yazırıq Pifagor teoremi. Y kvadrat bərabərdir 6'nın kvadratı üstə 3'ün kvadratı. 36 plus 9 bu da 45. Y bərabərdir kök altında 45. 45'də yazırıq 9 vurur 5. 9'dan kök çıxır 3. Yəni 3 kökdə 5. Yəni burada doğru cavab 3 kökdə 5'ə bərabərdir. Soruların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi, paylaşmağı unutmayın.